Salam dostlar, gününüz xeyirli olsun. Bir gün bir funksiya seriyamıza davam edirik. Növbəti funksiyamız value funksiyasıdır. Value funksiyası adı üstündə əsasən bunun tekst olaraq çıxan funksiyalarda deyək ki, bunu rəqəm formatına çevirir. Biz bu funksiyada artıq müəyyən bir funksiyalar keçmişik. Burada 17 dərs var. Və bu 17 dərsdə bəzən mən oxşar funksiyalarda bir neçə dərsi eyni anda çəkmişəm. Məsəl üçün 9-cu dərsdə ABS, len, if və not if-i müəyyən qədər çəkmişəm, amma əsaslarını çəkmişəm. Ona görə də burada artıq 4 funksiyadır işlədəcəyik. Eyni anda işlədəyim funksiyalardan middir. Bundan əvvəlki dərsdə və 10-cu dərsdə left-right funksiyalardır. Mən buna ətraflı danışmayacağım. Sadəcə onu deyim ki, bu funksiyalardan çıxan nəticə, yəni output hər zaman tekst olur. Və vaxt itirmədən keçək bizim təzə dərsimizə. Baxın, belə bir senari fikirləşək ki, normalda hər bir cədvəldə belə olmalıdır. Yəni, gəlin bunu daha aydın olsun deyə. Sıra sayı, soyad, ad, misal sıra sayı 1. Bu rəqəm formatında ola bilər. Bunun bir problem yoxdur. Soyad, misal ad, adı bu həmin zaman tekst olur. Misal üçün Seymalı Müşfiq Aşıqoğlu. Yaş 33, əmək haqqı da misal üçün deyək 4000. Amma fərz edək ki, hər hansısa bir nasazlıq getdi və maliyyəçi olaraq qabağımıza belə bir şey düşdü. Bunu mən tekst yönündən birləşdirmişəm. Bunu sonradan keçəcəyəm. Hər şeyi eşidə bilmirəm. Sadəcə başınız qarışmasın deyə bunu mən value formatına salalım. Belə çıxdı. 1, SMA, 33, 4000. Yəni, burada olan ayrılmalar bunda baş verməyibdir. Bunu biz eləməkdən ötürü leftdən istifadə edirik. Leftdən F3 xanasından deyirik ki, soldan birincini götürdü. Dedi, middən istifadə etdi. 2-dən başla, 3-dən xananı götür. Götürdü SMA, yəni mən adımın inisiallarının baş hərfləri. Sonra yaşı dedim, ortadan yenə F3-dən buradan 5-dən başla 2 xananı götür. Və əmək haqqı. Right, burada mən bir əmək haqqı dedik 4000. Bunların hamısını elədik. Amma misal üçün əmək haqqı tekst olma deyil. Yaş tekst ola bilməz. Bunu harca spor edə bilərik. Bu da problem yoxdur. Gəlin bir daha yoxlayaq. Yoxlama məqsədindən göstərim. Bu tekstdir. Baxın, burada demişəm. Yoxlanışda bu formada biz keçmişik. Əvvəlki informasional part 1-də 13-cü dərsdə baxa bilərsiniz. Tapşırıqda var. Excel faylda. Bu tekstdir. Bu hamısı tekstdir bunlara. Amma bizə lazımdır ən azından bu əmək haqqılar və yaşlar rəqəm olsun. Bu zaman bizim köməyimizə nə gəlir? Baxın, indi belə bir şeydir. Mən bunlara fix deyirəm, value qoyuram. Artıq burada misal üçün tekst olsa, mən deyək ki 55, bunu mən clear format edim. Düzdürmü? Buna mən 9 qoyuram. İndi isə bir də bunu yoxlamaq məqsədindən göstərirəm. Bəli, artıq bunu rəqəm kimi tanıyır. Artıq bu keçmədi, düzdürmü? 4000 qaldı. O zaman bizim köməyimizə nə funksiyası gəlir? Bu yeni dərsimiz olan value funksiyası. Value funksiyası bir parametrdən asılıdır. Text verir və yaxud da text çıxan hər hansı bir formulada istifadə edilərik. İndi isə mən bunları hər birini value-ya salam. Rəqəm deyir, yox. Burada düzəldim, rəqəm deyir. Gəlin belirləyə eynisini eləyirəm. Hətta yox, gəlin bunlar rəqəm deyir, ya yox. Rəqəm deyir, ya yox. İndi bir-bir yoxlayasıq. Bu value olmadı, bu value olmalı deyil. Yaşı da rəqəm formatında olmalıdır. Əmək haqqı da ən %100 deyə biləcəyimiz şey budur. İndi isə gəlin yoxlayaq.
is number. False. Bir dənə də gəlin bunları is text olaraq yoxlayaq. Baxın, bununla bunun fərqinə baxın. Burada numberli yoxlayır, burada isə textli yoxlayır təzədən. Bu false'dır, bu textdir, daha bu rəqəmdir, bu textdir, rəqəmdir və rəqəmdir. Yəni value burada text olan, amma əvvəldən hamısı text idi. Value forması bizim outputumuzun hamısını rəqəmə çevirir. Bu qədər sadə bir formuladır, işlevsel formuladır. Bunu test-tez işlədirəm. Əsasən də mən birisi ilə məlumatları götürürəm işimlə əlaqədar və birisi də bəzən regional parametrlərdə ola bilir ki, bu necə deyirlər, 4000-də olmur, amma misal üçün 355.7 yazsaq, baxın, bu artıq məndə text formatındadır. Yəni nöqtə vergül, bəzən nöqtə olası yerine vergül qoyurlar. Bu səbəbdə mən yəni bunu tez-tez istifadə edirəm. Yəni bazalar arası məlumat çəkəndə olur belə. Siz də istifadə edə bilərsiniz. Əlavə suallarınızı komment bölümünə qeyd edə bilərsiniz. Sağ olun, sağlıqla qalın.